değerli şahitler. Hakikaten de çok müsbət, çok güzel bir tədbir idi. Çok hoşum gəldi hakikaten. Tədbir başlamamışdan öncə digər fənlərə düzülmüşdü. Fənlərin şahları düzülmüşdü. Öz ixtisasım tarixdir. Mənə görə tarix ola bilər. Amma fizika fənini də çox sevmişəm. Düzdür. Müəllimdən qorxduğuma görə oxuyordum. Açıq deyim. Həm də istəyirəm qiymətim yaxşı olsun. Newtonun qanunla bağlı olan sualı cavab verməyin səbəbi o ki, müəllim qorxduğunu əzbər bilir. 3 qanun üçündür. Durlarla da əzbər bilir onu. Birinci qanun səhv etmirəmsə ətalət qanunudur, deyir ki, bir yadında qalır. İkinci qanun əsas dinamika qanunudur. Üçüncü təsir və əks təsir. Üçüncü qanun mənim çox xoşuma gəldi. Təsir və əks təsir. Həqiqətən Newtonun qanunları ilə həyatımızda da tətbiq etsək daha böyük belə deyəndə düşünəndə bu Newton qanunları öz həyatımızda demək olar ki, hər gün rastında çıxır. Yəni, adi ətalət qanunudur. Nəsə bir təsir olmasa, o hər kəsə gəlməsə, həqiqətən də kənardan kimsə bizə müsbət motivasiya verilməsə, bizə dəstək olursa, biz də görür ki, tənbəlliyimiz olur, heç hərəkət etmək istəmirik. Bu ətalət qanunu da orada belə göstərir ki, təsir olanda bizim hərəkətə gəlir. Yəni, bizim həyatımıza müəllimlərimiz toxunanda biz həmişə müsbət yönlə həyat irələməyə çalışırıq. Valideynlərimiz, müəllimlərimiz, bizim böyüklərimiz bizim həyatımıza müsbət yönlə toxunanda biz daim irəli gedirik, daim uğur qazanırıq. Bu həyatda da belədir. Təsir və əks təsir qanunu da çox önəmlidir. Bəzən biz nəyəsə insanlara deyəndə əks reaksiya da ala bilirik. Bu da önəmlidir. Burada diqqət etmək lazımdır. Həmişə ətrafımızda müsbət, sevgi dolu bir çəmbər yaradaq və halqa yaradaq ki, ətrafımıza gələnlər də o sevgidən, qayğıdan, dəstəkdən təsirlənib bizim ətrafımızda olsunlar. Təsir edirik, əks təsir alır. Hər zaman belədir. Çünki insanları nəyə götürürsənsə, o da geri qayıdır, əks təsirlə, bu meran qədər də geri qayıdır. Bu çox önəmlidir. Təsirin ən çox başıma gələn hissələrindən biri də imtahan mərhələsidir. Biz axırda mənə saxladılar imtahanı götürməyi. Bax, özünüz bilin, bax, mənim başıma dolanlar, mənə qəşəng mahnılar desə, kəsməyəcəm. Əlbəttə ki, bu möhtəşəm tədbirin ərsəyə gəlməsində xüsusən AFAQ müəllimlərinin, onun kafedrasının müəllimlərinin, Gülü müəllimlərinin, Səri müəllimlərinin böyük yolu var. Hər günə təşəkkür edirəm, çox sağ olun. Hər bir kafedrasında belə möhtəşəm tədbirlər gözləyirəm. Tarihçilər olub bilməyim, tarih olub olacaq, görək tarihçilər necədir. Çalışaq bir fizikalar ötəklər. Amma həqiqətən o birinci tədbir çox möhtəşəm, çox hoşumuza gəldi bizimizdə, həqiqətən məsələ rəhbəri olaraq. Əzəz keçən müəllimlər bir daha təşəkkürümü bildirirəm və bir müəllim burada dəvət eləmək istəyirəm. Ömrü məktəbə fədə edən, təhsilə fədə edən,